Hamıya salam dostlar. Sınaq 4-ə baxırıq. Demək. Birinci sual. Qanuna uyğunu müəyyən eləyin. 9-cu ədədi tapın. Biz baxmalıyıq ki, burada hədlər neçə artır? 9-dan 21-ə 12 vahid artım var. 21-dən 33-ə yenə 12 vahid artım var. 33-dən 45-ə yenə 12 vahid və bu davam eləyir. 12 vahid artım var. 9-cu ədəd istəyirsə birinci ədədin üzərinə, yəni 9-un üzərinə artıq 9 yazmışam baxın. 9-cu ədəddən bir dənə getdi. Yəni bu şəkildə 9-dan 1-i getdi. Çünki 9-u yazdım da. Vurmalıyam nəyə? Artımlara. O da 12-dir. Vəssalam. Axırıncı ədədi tapacağam. Yəni 9-cu ədədi deyək də. Bu da neçə eləyəcək? Bərabərdir. 9-dan 1 çıxanda 8 eləyir. 8-ə 12-yə vuran 96. Bu da 9, 105 cavabını verəcək. Yəni 9-cu hədd 105-dir. C variantı. Ən kiçik 2 rəqəmli tək ədəd. Ən kiçik 2 rəqəmli tək ədəd 11-dir. Bundan ən böyük rəqəm. Rəqəmlər 1-dən 9-a kimidir. 0 rəqəmdəsində. Ən böyük rəqəm isə 9-dur. 11 ilə 9-un cəmi 20. Sadə sualdır. B variantı. 3. Bu da sadə sualdır. A üstəgə B cəmi o vaxt ən çox olar ki, AB bir-birindən uzaq olsun və AB naturaldır. 12 hasili 1 vur 12 yaza bilərəm. Bir-birindən uzaq ancaq bu şəkildə yaza bilərəm. 1 vur 12 və ya da 12 vur 1. Fərqi yoxdur. 12 vur 1 də yaza bilərəm. Və bunların cəmindən görürəm ki, 1 ilə 12-nin cəmi də təbii ki 13 eləyir. 12 ilə 1-in cəmi 13 eləyir. Cəmdə bunların toplanan yerini dəyişsən cəm dəyişmir də. Ona görə 12 üstə gəlsin 1. Cavabımız 13-dür. A variantı. 4-cü sual. Mən buradan əvəz eləsəm, mənə təklif verir ki, A çıx B 2-dir. A çıx B 2-dir. Bir də B çıx C, B çıx C 2-dir. B çıx 2-dir. Mən bilirəm ki, buradan rəqəm verməli olsam, hardan rəqəm verəcəm? Rəngi dəyişim. Mən, baxın, B A-ya aiddir. Məsələn, B-yə görə A qiymət alır, C-yə görə də B qiymət alır. Ona görə C aşağıdan başlamalıyam. Bu hissədən başlamalıyam rəqəm verməyə də. Hər hansı yerdən rəqəm verə bilmərəm. Baxıram C-yə. C, məsələn, ən balaca rəqəm deyək ki, natural deyir. 0 verəməzsə, məsələn, 1 verə bilirsən. Ən kiçik ədədlərlə işləyək. C-yə 1 versəm, onda B nə olacaq? 3 olacaq. 3-dən 1 çıxanda 2 eləyir. Onda B-nin yerinə burada da 3 yazırıq. İndi A-dan 3 çıxanda 2 eləyir. Deməli, A nədir? 5-dir. Vəssalam. A plus B cəmi ən az bu formada ola bilər. Çünki mən C-yə zaten az vermişim. Bu da nə deməkdir? A5 üzərinə gəlsin B3, C1. Bu da 9 cavabını verəcək bizə. Cavab D variantı. Növbəti sual. Bizə təklif verir ki, hər hansı bir ortadakı ədəd, məsələn 7, ona qonşu olan bu 2 dənə sağ solundakı ədədlərin cəmidir. Ona görə yaxşı olar ki, ədədlər olan yerdən başlayayım. Məsələn, deyək ki, 11 ilə 7 olan yerdən başlayayım və yaxud da elə 10 olan yerdən başlayaq. Fərqi yoxdur. Məsələn, 11 ilə 7 olan yerdən başlasaq, ortaya bu ikisinin cəmini yazmalıyam. Neçə yazmalıyam? 11 ilə 7-nin cəmi 10, 8 yazmalıyam. Sonra baxın, bura baxıram, ikinci sütuna. 7 ilə 18-in cəmini ortaya yazmalıyam. 25. 25. Belə deyir, yoxsa? Üstdəki xanada ədədlərin cəminin yarısına bərabərdir. Yəni, yarısına bərabərdir. Bir dəqiqə, yarısına bərabərdir şu an. Yarısına bərabərdir deyir. 11 ilə 7-nin cəmi 18 eləyir. Deməli, bura 9 yazmalıyam. 9 ilə 7-nin cəmi 16. Bura ortaya 8 düşdü. Növbəti, baxın, bu sütuna bax, elə birinci sütuna. Mən bura yazdığım ədədlə 11-i toplasam, yarıya bölsəm 10 eləyib. Deməli, həmin o yazdığım, qoş qoyduğum yerə 11 ilə toplayanda 20 eləyib də belə çıxır ki. Onda bura 9-dur. Fikir verin. 9 ilə 11-i toplayanda 20 eləyir. Yarısını bunların ortasına yazıb. Buraya yazıb 10. Sonra 9 ilə də eyni zamanda nəyi toplasam, yarıya bölsəm 7 eləyər. Onda belə çıxır ki, həmin 9 ilə boş xananın cəmi 14-dür. Onda nədir? 5-dir. 5 ilə 9 topla 14, yarısını bura 7 yazıblar. Eyni zamanda 5 ilə 7-ni toplayıram, 12, yarısını ortaya yazmalıyam, 6. İndi baxaq ödəyirmi? 10 ilə 6-nın cəmi 16, yarısını bəli, həqiqətən də 8 ortaya düşüb. İndi boş xanaya yazılan ədədlərin cəmini istəyir. Boş xana hansı ədədlər yazdıq? 9, 9.
Yazaqlar 9, 9, deməli 8, 6 və 5. Bunların cəmi 6 ilə 5, 11, bu da 9. 20, 29, o da 8, 37 cavab. Aşağıdakilərdən neçəsi doğrudur? Mənə deyir ki, ardıcıl natural ədədlər bir-bir artır. Yazırsan, məsələn, ardıcıl natural ədədlər hansılardır? Birdən başlayır sayma primsindən gedir. 1, 2, 3, 4 və s. Və s. Ardıcıl cüt natural ədədlər, yəni bir doğrudur da. Bir doğrudur. Ardıcıl cüt natural ədədlər 2-2 artır, bəli. Ardıcıl cütlərdən, yəni cüt ədədlər 2, natural ədədlər 2, 4, 6, 8 və s. bu formada gedir. 2-2 artır. Yəni 2 də doğrudur. Sonra ardıcıl tək natural ədədlər bir-bir artır, səhvdir. Ardıcıl tək natural ədədlər 1-dir, 3-dür, 2-2 artır, 5-dir, 7-dir və s. Yəni bu səhvdir. 3 səhvdir. 5-in misli olan ədədlər, natural ədədlər 5-5 artır, doğrudur. Niyə? Çünki 5-in misli olan natural ədəd hansı var? 5-dən kiçik. Sonra 5-5 artırın. 10. 5-in misli belə ancaq gələ bilər də. 5 ilə 10 arasında 5-in misli olan ədəd yoxdur. 15-dir. Və bu formada gedir. Ona görə 5-5 artır, bəli. 4-ü də götürürsən. Yəni 1, 2, 4. Neçəsi doğrudur? 3 dənə tapmışıq. Cavab C. 7-ci sual. 3 rəqəmli bir ədədin onluqlar yüzlüklə məcburi rəqəmlərin yeni dəyişdikdə qiymət 180 varid artar. Yəni 3 rəqəmli ədəd A, B, C idi. 180 varid bunun üzərinə gəlməli lazım. 180-in bunun üzərinə gələndə nə baş verər? Ədədin onluq və yüzlük mərtəbəsi, yəni A ilə B yer dəyişər. A ilə B yer dəyişər. Onlar nə? B, A, C ədədi. Mən də burada görürəm ki, və buna deyir ki, bu qaydaya görə rəqəmləri fərqli olsun, ən böyük ədədin rəqəmləri cəmini tap. Mən də burada görürəm ki, ən böyük ədəd düzəltmək istəsəm, A-mız bizim 9 ola bilməz. Niyə? 9 yazsam, 9 ilə 1-in cəmi burada tək rəqəmli ədəd B ola bilməz. B ola bilməz. Hətta buradan yadda da gələr nəsə. Daha da böyüyər. Ona görə mütləq, məsələn, A8 olsa baxaq, A8 olsa, burada da 8 yazsaq, gələ onda buranın cəmi gələ 5-0 olsun ki, 8 düşsün sağ, bura heç bir yadda verməsin. O da düz gəlmir. Ona görə də 8 də ola bilmir A-nın qiyməti. A-nın qiyməti belə çıxır ki, 7-dən başlayacaq. 7, burada 7 yazmalıyıq. İndi 7 ilə nəyi, baxın 8 ilə nəyi toplayanda axırı 7 eləyə bilər? Məcbur 9 yazmalıyam. Çünki 17 eləyə bilərdi. O 7 eləyə bilməz axı. 9 yazmalıyam. İndi baxın 9 ilə 8-in cəmi 17, 7 yazıblar. 1 yadda. 7 ilə 1-in cəmi 8, 1 yaddadan sonra 9. Həqiqətən də B9 alındı. Baxın, B9 yazmışdıq, B9 alındı. Deməli, doğru yoldayıq. Dəqiqə. Doğru yoldayıq. B9. C-yə isə, baxın, bizim ədədimiz bu formada olacaq da. 7, 9 bu formada başlayacaq. İndi C-yə mən ən böyük ədəd verməliyəm. Ən böyük rəqəm verməliyəm daha doğrusu. Ən böyük rəqəmdə mənim əlimdə ancaq 8 qalıb. 8 verdim C-yə. Fərqi yoxdur. Burada çünki C-dən 0 çıxanda C-nin özü düşəcək aşağı. Nə verirsən ver. Düz gələcək bu sualda. C-yə. Amma ən böyük dediyi üçün, ən böyük ədəd dediyi üçün bizim ədədimiz 798 olacaq. Ədədimiz oldu 798. Bunun rəqəmlərin cəmini toplamaq istəyir. Bunun rəqəmlərin cəmi olacaq nə? 7, 9, 8-in cəmi. Deməli 17, 24. Cavab B variantı. Növbəti sual. Bu 8-ci sualın cavabı deyəsən kitabın arxasında səhv verilib. Hal-hazırda kitab məndə yoxdur. Amma deyəsən səhv verilib kitabın arxasında. Baxın, hansısa şagird burada 100% köçürmə aparıb. Seçib D variantını. Burada D variantı heç vaxt ola bilməz. Azdır burada. Baxın. Baxın, burada məsələ nədir? Deməli, məsələ nədir burada? A ilə B-in cəmi tək ədəddir. Bu heç vaxt bilə bilmərəm hələ ki. Baxın, ədəd olan yerə getməliyəm. Burada baxın, ikinci yerdən başlamaq daha sərfəlidir. Deyir ki, bu B-2 ifadəsi cüt ədəddir. Baxın, cüt olması üçün hər hansı bir cüt sözünün yerinə hər hansı bir cüt ədəd qoyun. Tutaq ki, məsələn, 4. Məsələn, bərabər 4-dür. 4 olması üçün, məsələn, B-dən 2 çıxanda 4 olması üçün B nədir? 6. Deməli, B nədir? Cüt. B oldu cüt. İndi qalxın yuxarı. Yuxarıda B var. B cütdürsə, B-nin yerinə hər hansı bir cüt ədəd qoyun. Tutaq ki, 2. İndi bu ifadə tək olmalıdır. Tutaq ki, tək ədəd 5-dir. İndi A-nın üzərinə 2 gələndə, əgər 5 eləyibsə, deməli A nədir? 3-dür. İndi 3 necə ədəddir? Tək ədəd. Deməli A nədir? Tək ədəddir. A tək ədəddir. Yəni, bunlar 100%lıq məlumatlardır. Sonra, indi gedirəm hara? Baxın, bunları silək. İndi gedirəm, bax, bu C ifadəsinə. 3-ü nəyəsə vuranda tək ədəd alınıbsa, demək belə çıxır ki, 3 özü tək ədəddir axı. Bu
yazdığım o C-nin yerinə heç vaxt cüt ədəd yazan mənim. C mütləq nə olmalıdır? Tək ədəd olmalıdır. Çünki 3-ü cütə vursan, 3 tək olsa belə nəticə cüt olacaq. Ona görə C nədir? Tək ədəddir. İndi 2D ifadəsi isə deyir cüt ədəddir. Bu isə nə deməkdir? D-nin yerinə istənilən qiymət yazmaq deməkdir. Çünki niyə? Onsuz da zaten 2-yə vuracaqsan da onu. Məsələn 2-ni deyək ki 1-ə vuraq. 2-ni 1 var, 4-ə vuraq. Baxın 2-yə 1-ə vuranda da 2 eləyir. 2-ni 4-ə vuranda da 8 eləyir. Hər ikisi də cütdür. Yəni cüt ifadəsi alınır da. Amma mən D-ni bir dəfə 1, bir dəfə 4 götürdüm. Bu sualda D ifadəsini tapmaq mümkün deyil. Yəni təkdir yoxsa cütdür. D həm təkdir, həm cüt. Baxın nə aldıq? A təkdir, C təkdir. D isə həm tək, həm cütdür. Bizə deyir ki, mütləq cüt olsun. Mütləq cüt yalnız bir dənə B oldu. Yəni cavab burada bir dənə olacaq. Cavab B. Növbəti 3 rəqəmli AB5 ədədi 3-ə qalıqsız bölünür. A üstəgəl B cəmi nə ola bilər? Baxın, ümumiyyətlə 3-ə bölünürsə rəqəm cəmi 3-ə bölünməlidir. Yəni A üstəgəlsin B cəmi, A üstəgəlsin B bir də 5. 5 cəmi 3-ə bölünməlidir. 3-ə tam bölünməlidir. Bunun üçün A üstəgəlsin B ifadəsi, baxın, burası nə olmalıdır? Yəni 1 ilə 5-i toplayanda 3-ə bölünür də ən azından. 1 ilə 5-i. Çünki burada 1 olmalı. 1-i tapandan sonra uşaqlar, həmişə 3-ə bölünmə deyirsə 3 artırın. Məsələn 4-ə bölünməsə 4 olur. Məsəl üçün deyirəm də. 4-ə bölünmə ola bilməz, rəqəm cəmindən söhbət gedir. Deməli, 3 artırın bunları. Olsun 7, 4, bir də nə? 10, 13, 16. Amma bir dəqiqədə bundan sonra 19 desəz, bax 16-dan sonra 19 desəz. 2 dənə rəqəmin cəmi heç vaxt 19 ola bilməz. Ən bəd ayaqda bu 9 olanda olacaq 18. Deməli biz 19-u deyə bilmərik və ondan sonrakiləri də deyə bilmərik ən çox. Deməli nə qədər ədəd oldu burada? 1, 4, 7, 10, 13, 16 ola bilər cəm. Ümumilikdə 6 dənə. Yəni cavab A variantı. 10-cu sual. Deməli, bizdən baxın yenə. Buradan başlamalıyam. İkincidən başlamalıyam ki, aparıb yerinə yaza bilim burada sonra. Yəni ən kiçik isə buradır. Buradan başlamaq lazımdır da bizdə məntiq olaraq. C buradan bərabər nə alırıq? 2B alırıq. Niyə? Çünki B ilə B-ni toplayıram. Olur nə? 2B. C 2B-yə bərabərdir. Çünki 2B-dən B-ni çıxanda B eləyir. Düzdürmü? Sonra A isə A-dan B-ni çıxanda C-dir. Onda nə yazmalıyam? A-dan B-ni çıxanda C-dir. Yəni 2B-dir. 2B tapmışıq. Onda A nədir? 3B-dir. B-ni digər tərəfə atanda 3B-dir. Deməli C 2B-dir. A isə 3B-dir. Aparıb bu ifadədə yerinə yazacağam. Ədədlərdən hansına həmişə bölünür tapacağam. Deməli A nədir? 3B. 3B üzərinə gəlinsin. 2B sualın özündə var. Bir də 3 vur C. 3-ü nəyə vuracağam? C-nin 2 qiymətinə. 3-ü 2-yə vuranda 6B. Bunları toplasaq görəcəyik ki 11B olacaq. Yəni bizim A ifadəmiz 11B şəklindədir. 11B şəklindədirsə mütləq bu ifadə 11 vuruq olduğu üçün 11-ə bölünəcək. Cavab D variantı. Növbəti sual. Ən yaxşı yolu bu 11-ci sualın ABC-yə istədiyiniz rəqəmi qoya bilərsiniz. Hətta 0 da qoya bilərsiniz. İstədiyiniz rəqəm. Mən məsələn 0 qoyuram. Məsəl üçün 4, 0, 0, 2, 0 ədədi idi. Bundan deyir çıxın nəyi? 3, 0, 0, 5, 0 ədədini. İstədiyiniz rəqəm qoysa cavab dəyişməyəcək. 0-dan 0 çıxanda 0, 2-dən 5-i çıxma olmur. 12-dən 5-i çıxanda 7, 12 verdiyim üçün 4-dən bura 9, bura 9 vermişəm, bura isə 1 vaid vermişəm. 1 onluq daha doğrusu. Deməli, burada nə qaldı onda? 9 qaldı. 0, 9 vermişdim də bura. 9-dan 0 çıxanda yenə 9 və buradan 4-dən 1 vaid gelib 3 qalıb, 3-dən 3 çıxanda 0 eləyəcək. Yəni nə aldıq? 9970. Cavab D variantı. 12-ci sual. 12-ci sual başlayır elə birinci sualın eynidir. Bu sınağın birinci sualını. 15-dən başlayıb 19-20 şəklində davam edirsə, ədədlər necə artır? 4-4 artır. Ədədlər 4-4 artır. 15-in üzərində 19 eləyir. 19-un üzərində 4 gələndə 23 eləyir. 4-4 artır. 95-də dayanır deyir. Ona görə 19-un üzərinə bir vaid çıxırsan, yəni ədədlər bilmirəm nə qədərdir. Onu axtarıram elə. X-dir. Ədədin sayı X sayıdadırsa bir vaid çıxıram. Vururam nəyə? Artımlar. Artımlar 4-dür. Və ən axırda da 95 alacam. Bərabər olmalı 95. Bir də deyirəm.
Ədədlərin sayını bilmirəm. Deyir ki, küçədə ev nə qədərdir? O sayı bilmirəm axı. X-dir. X-dirsə, ondan bir vahid azaldıram. Çünki birinci ədədə 19 götürmüşəm artıq. Və bunları da toplayanda ən axırıncısı 95 olacaq cəm. Düzdürmü? İndi 95-ci ev olacaq. İndi mən nə etməliyəm? 19 nə idi? 15 idi burada bir dəqiqə. 15 idi birinci ev. 15. Buradan nə alacağım? X çıxılsın 1 vurulsun 4 bərabərdir. 95-dən 15 çıxanda neçə eləyir? 80. Buradan x çıxılsın 1 bərabər nə alarıq? 80-i 4-ə böləndə 20. X də bərabər nə alarıq? X də bərabərdir. 20-dən üstünə 1 gələndə 21. Yəni 21 dənə ev var. Cavab D variantı. 12-ci sual. 13. 13-də də istədiyiniz rəqəmi verə bilərsiniz. Baxın, harda? Baxın, burada deyirik B-dən A-nı çıx. B-dən A-nı çıxmaq 11-dir. Məsələn, istədiyiniz rəqəmi verə bilərsiniz. Məsələn üçün, mən A-ya bizə dedi ki, baxın, deyir ki, soldakı bu ifadə tək rəqəmlərlə, sağdakı isə cüt rəqəmlərdir. A-ya tutaq ki, 1 verirəm. Bu parkın nömrəsi 1-dir. Sonra gəlir nə? 3. Sonra gəlir də 5. Sonra gəlir 5. İndi bizə deyir ki, bizə də burada ifadə verib ki, B-dən A-nı çıxanda 11-dir. B-dən A-nı çıxanda 11-dirsə, A-nı yenə 1 yazmalıyam. 1 vermişəm axı. Onda B nədir? 12-dir. Burada yazıram B-nin yerinə 12. İndi 12-dən əvvələ qayıdanda burada deməli 10 imiş, cüt ədədlərdir axı. Bundan əvvəldə deməli nə imiş? 8 cüt ədəd imiş. Bizə deyir ki, digər maşınların nömrələri arasındakı fərqi tap. Digər maşınlara baxın, bunlardır. 8 yazdığımız yer, bir də digər maşın 5 yazdığımız yer. 8-dən 5 çıxanda cavabımız olacaq 3. Yekun cavab 3. İstədiyiniz rəqəmi qoya bilərsiniz. Baxın, başqa bir rəqəm qoyun, yoxlayaq, daha dəqiq olsun. Daha dəqiq başa düşək. Deməli, məsələn, A-nın yerinə tək ədəd olaraq lap biraz böyük ədəd 7-dən başlayıram tutaq ki. A-nın yerinə 7 tək ədədini qoyuram. Onda belə çıxır ki, tək ədəd digəri 9 olacaq. Bu maşının yerinə 11 qalacaq. B isə, baxın, A-nın yerinə 7 yazanda B nə olacaq? 7 ilə 11-in cəmi B olacaq 18. B 18 olanda bundan əvvəlki cüt ədəd 16 bura düşəcək. Bundan əvvəlki cüt ədəd bura düşəcək 14. Baxın, sarı maşın 14 oldu. Baxın, bu maşın isə 11 oldu. Həqiqətən də 14-dən də 11 çıxanda yenə təbii ki, fərq 3 olacaq. Burada heç bir önəmi yoxdur yenə rəqəm vermək. 3. Bu sualda bir dənə problem var ki, cavab C variantı ilə D variantı eyni veriblər. Hər ikisində baxın, cavab 3 qeyd olunub. Ona görə bu cavablardan biri olacaq. Yenə şagird ola bilsin kitabın arxasından baxıb cavabı C seçib. Amma fərqinə varmayıb ki, cavab hər ikisi ödəyir. C ikisində də 3-dür də, fərqi nədir ki? Növbəti. Növbəti sualda biz bilirik ki, 5-i 7-yə vuranda 35 eləyir. Düzdürmü? Bax, buradakı 5-i 7-yə vuranda 35 eləyir. Onun üzərinə qalığı gələndə 40 neçə alınıb? 40 neçə. Ona görə həmin qalıq mütləq neçədən başlamalıdır? Ən azından 5-dən başlamalıdır. Niyə? Çünki 5-i 7-yə vuranda burada 35 alırıq. 35-in üzərinə ən azından 5 gəlməliyəm, burada 40 alınsın. 40 alınanda A rəqəminin yerinə nə düşməlidir? 0. Yəni A nələri ala bilər? 0 ala bilər. Üzülü sayın. Deməli, A 0 ala bilər. Düzdürmü? 40 olanda. 5 qalıq 5 ola bilər. Sonra qalıq 6 ola bilər burada. Qalıq 6 olsa 35 ilə 6-nın cəmi 41. Deməli 1 də ola bilər. Və qalıq üzə artıq 7 ola bilməz. Baxın, burada qara dairə, qala dairə. Qalıqdır, o böləndən 7-dən kiçik olmalıdır. Baxın. 5 vur 7, bura 35 yazıram. Baxın, buradakı böləndən 7-dən kiçik olmalı idi. 7-dən kiçik nə ola bilər? 5-dən başlamışam, 6, ancaq 5. Ona görə A-nın qiyməti 1 ilə 0 ola bilər. Bizə deyir ki, A-nın alabiləcəyi neçə fərqli qiymət var? 2 dənə. Cavab B variantı. Neçə ədədi onluqlara qədər yuvarlaşdırılır? 50 alınır. İnşallah 50-nin özünü burada götürməyin. Ola bilsin ki, cavab D variantı götürmüsünüz. Deməli, burada 50-nin özü yuvarlaq ədəddir. Yuvarlaq ədədi yuvarlaşdırmaq anlayışı deyəsən yoxdur məncə. Yuvarlaq ədədi yuvarlaşdırmaq. Ona görə də burada hansı ədədlər olacaq? Demək, burada hansı ədədlər olacaq? Baxın, 45 olacaq. Çünki niyə? Baxın, 5 buradakı onluğa qədər yuvarlaşdıran nə olacaq? 4-ü 5 eləyəcək. Düzdürmü? 45 olacaq. Çünki ona görə 46 olacaq, 47 olacaq, 48 olacaq, 49 olacaq. 50 olmayacaq. Olacaq 50. Deməli, 50 olması üçün 51 olacaq, 52 olacaq, 53, 54. Da 55 desəz, baxın,
55 desəz 10-luğa qədər yuvarlaşdıranda buradakı 5 bunu 6 eləyəcək, 60 olacaq. Yəni 55 sayılmır artıq. Ondan sonrakılar alınmır. Neçə dənə oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə. Cavab B variantı. 16. Bunu sizə rahat bir qayda deyim. Baxın, mən nə edirəm? Əvvəldəki 2 dənə çöpü ayırıram. Bizə deyir 10-cu şəkildə neçə kimi. Əvvəldəki bax bu 2 dənə çöpü ayırdım. İndi baxın burada nə fiqur alında fikir verin. Başqa qələmlə. Baxın, elə bir ki E hərfinə oxşar bir şey alınacaq. E hərfinə oxşar. Onun da bütün kibrit çöplərinin sayını toplasaq 1, 2, 3, 4, 5 olacaq. Olacaq burada deməli belə bir şey var. 2 üstə gəlsin 5. Yəni 7 sayda kibrit çöpü var. Bir saysa görərsiniz. Yenidən bax bu ikisini ayırıram əvvəldən. İndi fikir verin görün burada nə baş verəcək, nə qayda tapacağıq. Bax burada baxın. Əvvəl çəkdiyim fiqura oxşuyur baxın. E hərfinə sanki oxşuyur. Bir dənə də baxın ondan var burada. Baxın. Eyni ilə bir dənə də ondan var. Bunların hər biri nə idi? 5 idi. Əvvəldə də 2 var. Ona olacaq nə? 2 üstə gəlsin 5, üstə gəlsin 5. Artıq qaydanı tutmusunuz bəlkə də. Bir dənə də başa düşmək üçün yazaq. Baxın, əvvəldən bu 2 kibrit çöpünü ayırıram. Növbətiləri isə həmin o fiqura tamamlayıram. Baxın. Baxın, bundan burada 3 dənə olacaq, bax. Bax, bu fiqurdan fikir verin. Bu fiqurdan 3 dənə. Hərəsi də 5-dir. Yəni 2 üstə gəlsin burada da 5, 5 və bir dənə də 5 olacaq. Bax, fikir verin. Qayda burada nədir? Qanuna uyğunluq bu suallarda. Adətən bu sualları Lütfüzadə imtahanı sevir. Baxın, qanuna uyğunluq budur ki, həmişə 2-nin üzərinə gəlir. Baxın, həm bütün hər fiqurda 2 üzərinə gəlir. Nəyi? 1 olduğu üçün bir dənə 5-i. Burada 2-ci addımda 2 dənə 5-i. 3-cü addımda 3 dənə 5-i. İndi 10-cu addımı tapmaq üçün bizə deyir 10-cu şəkildə neçə dənə kibrit çöpü var. Onsuz da biz 2-nin üzərinə nəsə gəlməliyik. 2-nin üzərinə bax 3 olanda 3 dənə 5 deyildi. 10 olanda da 10 dənə 5-i gəlməyə lazımdır. Vəssalam. 10 dənə 5. Bu da neçə eləyir? 5 vurun 50, o da 2, 52 olacaq. Cavab A variantı. Növbəti. 8 üstünə 5 gəlib. Dəqiqə. Daha doğrusu 3. 3-ün üzərinə 5 gəlib. Eləyib bizdə neçə? 8. 8-in üzərinə 7 gəlib. Eləyib bizdə 15. 15-in üzərinə 9 gəlib. Bizdə eləyib 24. 24-ün üzərinə 11 gəlib. Eləyib 35. Baxın. 5 gəlib, 7 gəlib, 9 gəlib, 11 gəlib. Tək ədədləri gəlib. Növbəti 35-in üzərinə 11-dən sonra gələn tək ədəd. Yəni 13-ü gələcək. Bu da eləyəcək bizdə 48. Yəni bəsit sualdır. C variantı. Bu sual da bəsit sualdır. Deməli, bəsit sualdır. Variantlar da asan verilib. Məsələ nədir burada? Baxın, sətr üzrə baxacaq fiqurları. Çünki oxşar fiqurlar burada sətr üzrədir. Hərəkət eləyir. Bax, bunu fırladır, gəlir, düşür bura. Sadəcə burada baxın, bu hissəni, şəklin bu hissəsini fırladırsan, gəlib düşür bura. Sonra təzədən baxın, belə bir şey. Bax, bu gəlib düşür bura. Bu da gəlib düşür bura. Fırladır sadəcə. Saat əqrəbi istiqamətində. Saat əqrəbi istiqamətində fırladır. Eyni ilə burada. Bax, bu fiqura da aiddir. Baxın, bu fiqurun bu hissəsi gəldi düşdü bura. Qara hissəsi gəldi düşdü bura. Yəni saat əqrəbi istiqamətində bu fiquru fırladır. Eyni ilə bu da. Baxın, bu hissə fırladığında gəlib bura düşübsə, indi bizim olan fiqurda isə bu formada bir şey olacaq. Bu da, məsələn, bu D variantı ümumiyyətlə səhvdir, A variantı səhvdir, xəttləri ayırıb bir-birindən. Amma C variantında isə bunu olduğu kimi saxlayıb. Necə ola bilər ki, eyni şey olsun. Bax, bu fiqurla D variantı eynidir. O da ola bilməz, C-dir. Bütün variantları siləndən sonra zaten B variantı qalacaq burada. Mən burada da göstərmişəm ki, yəni bu formada fırlananda bu formada düşəcək. 19. Deməli, burada fiqurla, baxın, bir dənə diqqətlə baxsaz burada, fiqurların bucaqları, tərəfləri deyək, dəyişib. Ona görə də 5-in üzərinə yazırsan nə? 3. 5-in kubu. 5-in kubu bizdə eləyir nə? 125. Ödədik. Burada 4 verildiyi üçün yazırsan 4-ün üzərində 4. 4-ü 4 dəfə bir-birinə vuranda 256 eləyəcək. 4 dəfə. Burada isə 5, bax burada 5 bucaqlı verib. 5 bucaqlı veribsə yazacaqsan 3-ün üzərində 5. Yəni 3-ü 5 dəfə bir-birinə vursan 243 eləyəcək. Sonra burada verib 6. Eyni zamanda digərində də 6 verib. Baxın, bizdən baxın burada 6 verib. Yazacaq nə? 1 üstü 6. 1 üstü 6 elə 1 eləyəcək. Yazıblar 1. İndi bizə sualın yerində isə, bax sualın yeri buradadır. Sualın yeri baxın buradadır. Bizə deyir ki 2, bir də bucaq 6. Deməli 2 üstü 6 olacaq. 2 üstü 6, 6 dəfə 2-ni bir-birinə vurursaz olacaq 64. Cavab C variantı.
2-ni 6-da bir-birinə vurun. Bu 2 vur 2 vur 2 belə şəkildə yazın 64 alacaqsınız. 20-ci sual yanındakı şəkildə. Deməli mən burada yenə sətr üzrə baxacağam. Sətr üzrə baxdıqda baxın bu şəkildə. Hər ikisində bax bu ikisində olan fiqurlar hansı ki oxlar üst-üstə düşür onu yazır. Üst-üstə düşməyənləri yazmır. Fikir verin. Məsələn, üzü yuxarı ox olan burada da var, burada da var. Deməli onu yazmalıdır, yazıb. Üzü yuxarı buradadır, amma burada üzü aşağıdır, yazmayacaq. İndi baxın, eyniləri siləydi onda. Üzü yuxarı, üzü aşağı, bu getdi. Üzü yuxarı, üzü aşağı silindi. Nə qaldı? Ancaq üzü yuxarı, bu da üzü yuxarı yazıb. Ödəndi. Digərinə baxaq. Üzü aşağı burada var, yazmalıdır, üzü aşağı yazıb. Sonra, bu isə üzü yuxarı, bu isə üzü aşağıdır. Bu getdi. Bir dəqiqə. Burada biraz elə bir səhvlik olub axı ikinci hissədə. Üzü aşağı olmalıdır, üzü aşağı yazıb. İkincidə biri üzü aşağı, biri üzü yuxarı yox. Bura boşluq olmalıdır. Burada da fiqurda biraz səhvlik olub məncə. Bax, ikincidə. Bura boşluq olmalıdır. Digər ox burada olmalıydı axırda. Çünki niyə? Axırda hissədəki bu hissə yuxarı baxıb, yuxarı baxıb. Axırda olmalıdır. Biraz şəkili pis çəkiblər. Məncə bu hissə ortası biraz boş olmalıdır. Digəri, üzü aşağı baxıb, üzü yuxarı baxıb. Yazmayacaq. Üzü aşağı baxıb, üzü yuxarı baxıb. Yazmayacaq. Üzü yuxarı, üzü aşağı baxıb. Yazmayacaq. Yəni bizim fiqur boş olacaq. Bu getdi, bu getdi, bu getdi. Baxaq. Bizim fiqurun içərisi boş olmalıdır. D-variantı bəli ödəyir. Amma bir də deyirəm, bu şəkildə problem var ikinci tərəfdə. Yəni problem var. Bu kitabda ümumiyyətlə biraz səhvliklər var. Bu sualda 7 ilə 2-ni toplasaq, təzədən vursaq 2 ilə 6-nın cəminə, həqiqətən də bizə 72 cavabını verəcək. Baxın 9 vurulsun 8, 72. Digərində də 6 ilə 2-ni toplasan, yenə 2-dən 5-i toplasan, yəni nəyi 8-i 7-yə vuran neçə eləyər? 56 yazıblar. 56. Növbəti 6 ilə 3-ü toplasan, 3 ilə 9-u toplasan, yəni 9-u 12-yə vuranda 108 cavabını alacaqsan. İndi bizim sualda 8 ilə 4-ü topla, bir dəfə də 4 ilə 6-nı topla. Yəni 10-u vur 12-yə 120 cavabını alacaqsan. B variantı. Növbəti sual. Bizdə deməli nə alırıq? İkincidən başlayıram yenə. Bax, ikincidən başlayıram yenə. Deməli bizdən dairə nəyə bərabər olacaq? Dairə bərabər olacaq 3 bucağın cəminə. 2 dənə 3 bucağı. Apar burada yerinə yazsam 2 dənə 3 bucaq. Onda buradan görünür kvadrat nəyə bərabərdir? 3 dənə 3 bucaq. 2 dənə 3 bucaq, 1 dənə 3 bucaq. Toplayanda necə eləyir? 3 dənə 3 bucaq. Apar burada veriləndə yerinə yazacağam. Deməli kvadrat nədir? 3 dənə 3 bucaq. Kvadrat. 3 dənə. Gəlin lap burada yazaq. Kvadratı yenə 3 dənə 3 bucaq. Dairənin yenisi 2 dənə 3 bucaq. 2 dənə 3 bucaq. Bunları toplayanda nə deyir? 5 dənə 3 bucaq. 5 dənə 3 bucağı 1 dənə 3 bucağa bölmək. 3 bucaqlar ixtisar gedəcək, qalacaq 5. Cavab D variantı 5. Növbəti. Bu da bəsit sualdır. Baxın, əgər burada 16 dənə muncuq varsa, baxın burada 16 dənə muncuq varsa, yəni 16 nə deməkdir? Ancaq 2 vuruqlarıdır. 16 ümumiyyətlə 2/4 deməkdir də, baxın. 2/4. Ancaq 2 vuruq var. Növbəti isə hər sonrakı isə bax bura yazdığı, bura yazdığı, bura yazdığı, bura yazdığı hər dəfə 2-yə vurur. 2 qatı, 2 qatı. Heç bir halda 3-ə və yaxud da 7-yə, 5-ə vurmur ki. Həmişə 2-yə vurur da. Yəni ki 2/4-dədir. 2 vuruğu ancaq daxil olacaq bura. Heç bir başqa vuruq daxil olmayacaq. Sadə yolu budur. Baxın, 4 A variantına baxsaq 4/2-də ancaq 2 vuruğu var. Yəni 4/2 16 deməkdir. Ancaq 2 vuruğu var. Bu getdi. Deyir ki, hər hansı qutunun içində muncuq sayına uyğun ola bilməz. 4/2 7. 8/2-nin içində ancaq 2 vuruğu var. 8 2-nin kubudur. Vəssalam. Sonra 16/2. 16 özündə biz dedik ya, bayaq ancaq 2 vuruğu var. Kvadrata yüksəlsən yəni 2 vuruğu olacaq. Düzdürmü? Ona görə burada cavab olacaq C variantı. Niyə? 12-nin içində 3 vuruq var bir dənə məsələn. Biz amma dedik ki, 2-yə vura-vura getsəm, ancaq 2 vuruq olacaq bizdə. Xanalarda. Qutularda daha doğrusu. Bu 12 işləri korladığı üçün cavab C variantı. 24. Burada sadəcə üst-üstə qoyur. Baxın, götürür. Bu ikisini qoyur üst-üstə. Olur nə formalı fiqur? Baxın belə bir şey.
Yəni məsələn bunun üstünə qoyanda bu formada. Baxın, bu buna oxşadı da, düzdürmü? Sonra məsələn bu 2 dənəni götürsəm, qoysam bunun üzərinə, o belə bir şey olur da. Çəkməyə biraz çətinlik çəkdim. Bax bu fiqur bu fiqura oxşamalıdır. Düzdürmü? Biraz oxşada bilmədim. Deməli, yəni üst-üstə qoyur burada. Baxın belə bir şey. Bax belə bir şey. İndi üst-üstə qoyanda necə olacaq? Deməli belə bir şey olacaq da. Belə bir şey daha doğrusu, baxın. Deyəm. Deməli mən buradan bunu qoymalıyam bura. Bax bu formada qoymalıyam. Biraz səhv oldu. Deyəm. Bax belə bir şey olmalıdır. Bax bu fiqura oxşar bir şey olmalıdır. Bunlar heç səhvdir, A variantı, bu da səhvdir. Bu da səhvdir. Biraz həmin o çəkdiyim fiqura biraz böyük veriblər C variantda. Biraz fiquru böyük veriblər. Yəni fiqur burada önəmi yoxdur ölçülərin bu sualda. Ölçüləri önəmi olmadığı üçün C variantı götürmək olar. Yəni mən çəkdiyim fiqura oxşayır. 25, 16 ilə 5-i biz dairə operatorundan yerinə qoymalıyıq. 16 2A-ya uyğundursa A8-dir. Çıxılsın, diqqətli olmaq lazımdır. B-yə uyğundursa 5-dir. 8-dən 5 çıxanda eləyir bizdə 3. Yəni buranın cavabını biz 3 tapdıq. İndi bizə deyir ki 3 bucaq, aşağıdan yazdım. 3 bucaq 3'ü hesabla. Bunu hesablamaq üçün də getməliyik ikinci operatora, yəni 3 bucaq əməliyyatına. A3, B3-ə uyğundur, bəli. 3'ü vurmaq lazımdır 3'ə, eləməlidir neçə? 9. Biz nə hesabladıq? 3 9. Deməli, cavab olacaq B variantı. 26. Həmin bu kubları saysaq görək ki, birincidə bir dənə kub var. Bunda 3 dənə görünür, amma bunun altında da var. Onun neçə də 4 dənə fiqur var, kub var, kiçik kub. Bunda isə baxın 3 dənə burada, 3 dənə burada, 3 dənə də burada. 9 dənə kiçik kub var. Bax fikir verin. Bu 1'in kvadratıdır, bu 2'nin kvadratıdır, bu isə 3'ün kvadratıdır. Və kubu yazıram bir dəqiqə. 3'ün kvadratıdır. Digər 20-ci şəkildə isə soruşur. 20'nin kvadratı olacaq. 20'ni 20'yə vuranda da bizdə deməli olacaq 400 cavabı. B variantı. 27. Şəkili 2 dəfə fırladırıq. Şəkili 2 dəfə fırlamaq əslində 180 dərəcə fırlatmaq demək, deyək. Ya 180 dərəcə, kimsə 180-ə başa düşməsə, şəklin baxın bu hissəsi gəlib bir dəfə bura düşəcək, fırlatsaq. Bir dəfə gəlib düşəcək, dayanacaq burada. Bu istiqamət, sağa dəqiq istiqamətində amma. Fikrin həqiqətən də buradadır. İndi şəklin bu hissəsi, baxın bu hissəsi. Bir dəfə fırladanda aşağıda olacaq, bu hissədə. Bir dəfə fırladanda bax bu hissədə olacaq. Düzdürmü? O hissədə olan bax bu getdi. Bir də A variantı getdi. Ya bu B'dir, ya da C'dir. İndi baxıram nələrə? Xəttlərə. Fikir verin. Baxın, bizim bu xətt hissəsi, başqa bir qələmlə göstərim. Baxın, bu xəttdən olan hissə var, baxın, bu xəttlər olan hissə. O, bura gələndə olacaq, bax, bu formada. Amma digər tərəfə fırlananda isə artıq olacaq nə formasında? Artıq olacaq bu formada. Bax, bu formada. Aşağıda, baxın. C variantına baxın. Bu formada olacaq xəttlər. Amma B variantında xəttlər, baxın, B variantında xəttlər belədir. C variantında xəttlər belədir. Hansı olacaq? Mən çəkdiyim fiqurda hansıdır? Ona görə cavabımız C variantı olacaq. C variantı kim olacaq? Fiqurun forması. Bir də deyirəm, sağa dəqiqə istiqamətində bunu fırlatmaq lazım. 180 dərəcə. 28. 1-dən 100-ə qədər 101 daxil olmaqla ədədləri yazmaq üçün neçə dəfə bir rəqəmi istifadə olunar? Bir rəqəmlərin sayını istəyir. Biz bilməliyik ki, 1-dən 9-a qədər, yəni standart qaydadır. 1-dən 99 daxil olmaqla hər rəqəmdən, yəni 1-9 arası, 1-9 daxil, hər rəqəmdən 20 dənə olacaq. 20 dənə istifadə edəcəksən. Amma 101 deyir. Deməli 100 deyəndə bir dənə rəqəm 1 gələcək. Bir dənə də 101 daxildir deyir. 101 deyəndə 2 dənə 1 gələcək. Yəni ki, ümumilikdə nə qədər 1 oldu burada da? 3 dənə. 100-dəki 1, 101-dəki 2 dənə, 3 dənə. 20, bu da 3. Nə qədər eləyəcək? 23 D variantı. 29. Burada qayda nədir? Baxın, 5-dən 10-a getmək üçün 2-yə vurub, onun üzərinə 3 gəlib, 13-dən də 13 eləyib, 13-dən də çıxıb nəyi? 6-nı. Bu qayda budur. Bir dənə qeyd edin bir yerdən. Qayda, vur 2, üstə gəl 3, çıx 6. Baxın, vur 2, üstə gəl 3.
Çıx 6. Sonra indi növbə nə idi? Vur 2-nin. Deməli 7-ni nə etməlidir? 2-yə vurmalıdır. Olmalıdır 14. Həqiqətən də baxın. Sualın yerinə 14 olsa, 2-yə vurandan sonra nə etmişdim? 3-ə 3 gəlmişdim. 14 üstə 3 gəndə 17. Təzədən nə etməliyəm 17-dən? 6 çıxmalıyam 11. Bəli, ödəyir. 11 nə etməliyəm? 2-yə vurmalıyam 22. Üstünə 3 gəlməliyəm 25. 6 çıxmalıyam 25-dən 19. Ödəndi. Yəni cavab nə oldu bizdə? 14. C variantı. Sınağın sonuncu sualı. Baxaq görək nə edə bilərik. Baxın elə 3-cüyə baxın. Həmişə birinci tərəfdən alınmırsa ədədlər. Baxın başqa bir yerdə. Məsələn mən 3-cüyü yaxınlaşdırıram. Niyə? 43 80-ə yaxınlaşmaq üçün məcbur 2-yə vurulmalıdır. İndi baxın 43-ü mən 2-yə vursam, mən aşağıdan yazdım, digərlərini də yazaram. 43-ü 2-yə vursam nə olacaq? 86. Amma 81 ver bax. Deməli 5 çıxmalıyam. 5 çıxanda olacaq 81. İndi qayıdıram yuxarı. 21-i 2-yə vursam 42. 5 çıxmalıydım axı. 5 çıxıram, həqiqətən də 37 eləyir. İndi 16-nı 2-yə vurmalıyam, 5 çıxmalıyam. 32-dən də 5 çıxanda həqiqətən də 27 eləyir. Fikir verin. Hər 3 sətirdə ödəndi. Deməli qayda düzdür. 34-ü belə çıxır ki, mən 2-yə vurub 5 çıxmalıydım bu sualda. 68-dən 5 çıxanda 63. Cavab A variantı. Digər videolarda inşallah görüşərik. Kanala abunə olun və dostlarınızla mütləq paylaşın. Məncə bu sınaqların izahları YouTube-da yoxdur və yaxud da varsa da mənə elə gəlir ki, belə digər müəllimlərə belə haqsızlıq olmasın. Mənə elə gəlir ki, tam izahlar verməyiblər. Diqqətinizə görə minnətdarım.